Herkese salam. Bugün sizinlə südlü qəndin, yəni nobatın hazırlanmasını bölüşəcəm. Qeyd edim ki, istifadə etdiyim stəkan ölçüsü 200 ml-dir. Bizə lazımdır 2 stəkan pesok, 1 stakan süd, 1 paket vanil. Pesoku, südü və vaniliyə qarışdırıb ocağın üstünə alırıq. Diqqət etmək lazımdır ki, ocağın temperaturu çox zəif olmalıdır. Mən ümumilikdə tam-tamına 1 saata bişirirəm. Ara-ara qarışdırmaq lazımdır ki, dibi yapışmasın. Mən rəngi tündləşəndən sonra 1 qaşıq bəhməz əlavə edirəm. Bu cür çox ləzzətli alınır. Üzəri bu cür köpüklənəndən sonra ocaqdan götürürəm. Ayrı bir qazana boşaldıb soyumasını gözləyirəm. Mən boşaltdıqdan təxmini 2 dəqiqə sonra bıçaqla izlər qoyuram ki, quruyandan sonra doğramaq asan olsun. Siz zövqə görə içərisinə həm küncüt, həm qoz əlavə edə bilərsiniz. Mən bu dəfə sadə hazırlayıram. Və budur. Rəngi, dadı, teksturası belə gözəl, südlü qənd hazırlanır. İnanın ki, marketdə aldıqlarımızdan həm çox daha sağlıqlı, həm də çox daha ləzzətli olur. İzlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.